Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Dəvələrin ayağı niyə əyridir adlı ərəb nağılını danışacağam. Lap qədim zamanlarda dəvələrin çox olduğu ərəb ölkələrinin birində qəribə bir dəvə balası, yəni köşək böyüyürdü. Bu köşək digərlərinə bənzəmir. İndiyə qədər heç bir dəvənin bacarmadığı işlər görmək istəyirdi. O bir dəfə atasına dedi: "Ata, mən uçmaq istəyirəm." "Ay bala, mən səni başa düşürəm, amma bu istəyin yersizdir. Çünki dəvələr uçmur. Daha doğrusu, onlar uçmaq üçün yaradılmayıb. Quşlar uçur, yarasalar uçur, kəpənəklər, arılar, milçəklər uçur. Bəzi sincab növləri uçur. Hətta bəzi balıqlar belə uçur. Amma dəvənin uçmağı görülməmiş bir hadisədir və məncə heç vaxt görülməyəcəkdir. Yəni dediyim odur ki, bu fikri başından at. Sən uça bilməzsən." Amma dəcəl köşək beyninə saldığını elə asanlıqla unutmaq fikrində değildi. O gündən sonra quş lələklərini toplamağa başladı. Dəvə quşuların, qazların, ördəklərin lələklərini tapıb saxlayırdı. Nəhayət bu lələkləri bir-birinə yapışdırıb özünə 2 böyük qanad düzəltdi. Bu qanadları kürəyinə bağladı və pilləkənlə yüksək minarəyə dırmaşdı. Sonra isə özünü oradan aşağı atdı. Qanadlarını yelləməyə çalışsa da, o bir-birinə yapışdırılmış lələklər bir-bir qopub töküldü. Onu da deyək ki, yenə də nadinc köşəyin bəxti gətirdi. Çünki məscidin altında bazar qurulmuşdu və dəvə yerə yox, parça satan tacirlərin piştaxtasının üzərinə düşdü. Elə bunun sayəsində də ölümdən qurtuldu. Amma tacirlərin qəzəbindən canını qurtarmaq üçün oradan qaçarkən yaxşı qaça bilmədiyini anladı. Köşək hündür minarədən ayaqlarının üstünə düşərkən ağırlıqdan ayaqları çox əzilmişdi. Bax elə o zamandan bəri dəvələrin ayağı əyri qaldı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.